O dualar var, səhv dualar. Axırıncı qəmin olsun. Səhv duadır da bu. Necə axırıncı qəmin olsun? Mənim ölənim olacaq, filanım olacaq. Bu həyatın qanunudur, bu dəyişilməz qanundur. Sonuncu qəmin olsun, yəni nə? Allah səbir versin. Bu cür dua eləyərlər. Sonuncu qəm olmur. Belə bir şey olmur. Və yaxud da ki, ay Allah, məni heç kimə möhtac eləmə. İmam Sadiq Əleyhissalam buyurur, o səhv duadır. İlahi, məsləhət bilmədiyi və möhtac eləmə. Mən elə ona möhtac olmayayım. Allah ruzini neyniyir? Bəndələrinin əli ilə bir-birinə çatdırır. Allah məni heç kimə möhtac eləmə, daha sənin ruzin Allah cisim deyir ki, düşsün yer üzünə gətirib sənə versin. Gəl abi, pulu qoy cibimə. Belə deyil ki, Allah bəndələrinin vasitəsi ilə çatdırır.